Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bu gözəl məkanda, bu gözəl auralı bir yerdə sizə yeni bir sima tanıtdıracağam. Sizlə tanış eləyəcəm Kəmalə Mürsəlova. Mən çoxdan tanıyıram. Hələ o vaxt qəzetimiz çıxanda da ünsiyyətimiz var idi. Rəqəmlərlə, numerologiya ilmi ilə maraqlanırdı. Bəzən hətta onun çıxışları, dedikləri sözlər məni heyrətə gətirdi. Dedim, gəl bir gün bir müsahibə ver. Deyirdi ki, yox, hələ hazır deyiləm. Sonraki dövrlərdə də bu günə qədər çox ünsiyyətimiz olub. Dedim, nə oldu, yetişmədin? İndi nəhayət ki, o məqam çatdı. Görünüm artıq akademik səviyyədə bu rəqəmlərin çözümünü, rəqəmlərin insan həyatındakı rolu haqqında mükəmməl biliklərə malikdir. Və belələrini cəmiyyətə tanıtmaq, cəmiyyətin də belələrindən yararlanmasını biz həmişə istəmişik, devizimiz olub, şüarımız olub, məqsədimiz olub. Ona görə bugün xahiş elədim, Kəmalə xanım məni qəbul elədi və dedim bir çəkiliş eləyək. Xoş gördük. Xoş gördük Səbuhi müəllim. Necəsiz? Sağ olun. Bax, deyirsiniz, mən də 91-dən 97-yə qədər astrologiyanın gizli, belə deyək, şəkildə məşğul oldum. Yadımda. Özüm üçün proqnozlar verirdim. Mətbuatda işləsəm də mətbuata vermirdim. Görürdüm biri düz çıxır, nə bilim, biri səhv çıxır, harda səhv elədim. Nəhayət 97-ci ilin noyabrında car çəkdim mediada ki, bəli, mən artıq çulumu sudan necə deyirlər çıxarda bilərəm. Amma sizdə lap çox çəkdi. Görünür onun rəqəm, çünki mən də bir ara istədim məşğul olam. Numerologiya çox çətindir. Bilgi tələb eləyir, riyazi savad tələb eləyir, intuisiya tələb eləyir, psixologiya, insanları tanıma. İlk sualım həmişə bu rəqəmlərlə məşğul olanlara sualım olur ki, bax, numerologiya nədir? Bax, Tamam. Buyurun. Numerologiya nədir? Numerologiya nə deyir? Birinci onu deyim. Numerologiya sayı sekansları deyil, numerologiya fal deyil. Numerologiya qədim bir elmdir. Mən deyərdim ki, elmdir, bilgi deyirlər, qədim bilgilər. Düzdür, astrologiya da qədim bilgilərdəndir. Mən deyərdim ki, astrologiya daha çətindir, onun içinə girmək. Düzdür, ümumiyyətlə qədim bilgilər o qədər dərin, dəniz dərya bilgilərdir ki, onların içərisinə girdikcə girirsən. Tam öyrənmək olmur. Tam, bəli. Onu hətta Pifaqor tam öyrənə bilməyib və o tam öyrənə bilmədiyi bir yerdən də sistem yaradıb. Bunu bilənlər, bilməyənlər, hər halda bilənlər bilir ki, bütün numerologiyanın sistemi hara dayanır? Pifaqorun sisteminə, matematik sistemdir yəni. O, yəni bu Pifaqor əgər bunu 2 level deyək də, 2 mərhələ keçib 3-cü mərhələni, belə bir düzdür, bu barədə bir çox rəvayətlər var. Siz demişdiniz ki, hansısa tayfalarda qədim gedib öyrənib. Mənim bəzi məsələn mənbələrdən öyrəndim, Misir ehramlarında onları o zaman 3 mərhələ deyilən bir biliklər, orada tək numerologiya yox, başqa biliklər də öyrədirdilər. Nəyə görəsə, necə görəsə Pifaqor 2 mərhələni keçib 3-cüdən, yəni o bilmirəm oradan qovulubmu, yoxsa oradan bəlkə bilə-bilə onu oradan uzaqlaşdırdı. Bəlkə də bilgilər itib. Bəlkə də bilgilər itib, bəli, bəlkə də o da olar. Çünki numerologiya barədə də bilgilər bizə, deyim ki, o 90 dediyiniz o illər var ki, 90-la 97 arası. Öncə sizə təşəkkür edirəm ki, o zaman bizim astrologiya aclığımızı doyuzduran yeganə adam siz idiniz. Tamam. Bu, yəni biz, mən demirəm hamı, məsələn, mənim kimiləri, mənim tanıdığım bir çox rəfiqələrim ya tanış, hətta öz bacılarım belə. Biz astrologiya o qədər, yəni onu ancaq Qoroskop qəzetindən nələrisə görürdük. Bir də ruslardan, yəni bir öyrəndiyimiz şeylər var idi. Amma numerologiya o zaman, yəni məni qane edən dərəcədə deyildi. Düzdür, o barədə sizin qəzetlərdə də olurdu, mən maraqlanırdım. Amma yəni o siz dediyiniz kimi ki, bax o sinəsinə döyüb qabağa çıxan ki, məsəl üçün bunu mən bilirəm. Amma oradan özümün şübhələndiyim şeylər varsa, mən onu necə deyə bilərəm ki, mən bunu bilirəm? O yüzdən həmən o illərin numerologiyası məni qane etmədiyinə görə, bir də yəni 2015-ci illərdən sonra, 2017-də, 18-də, hətta pandemiya vaxtı özünüz bilirsiniz ki, bütün qədim biliklər elə bir ki, suyun üzünə yağ çıxan kimi çıxdılar. Və numerologiyada mən 2019-dan, yəni o vaxtdan maraqlandığım
içinə girdikcə girdiyim bir elm və doğrudan da görürdüm ki, xeyr, mən hələ, yəni bunu da heçdimə bu da varmış, heçdimə bu da varmış. Belə deyə, yəni 5 il mən sərf elədim ona. Və düzdür. Yəni ondan əvvəl də maraqlandı. Bir də Kəmala xanım, baxın, bir şeyə ehtiyac olanda istər-istəməz bu kainatın yəqin qanuna uyğunluğudur Bəli. ki, onu insanlara çatdıran adamlar çıxır. Çox təəssüf ki, bəzən %80-i, %90-ı yalançılar olur. Bir insanların, bir cəmiyyətin rifah halı aşağı düşəndə necə ki, onlara mənəvi çağırışçılar, gözəl məsləhət verənlər olur, fırıldaqçılar da, nə zaman falçılar, o dələduzlar meydana çıxır. İnsanların yaşayış səviyyəsi aşağı olanda. Bəli. Bu rəqəmlərlə də bağlı mən hələ 2011-də, 10-da bir çox televiziyada, xüsusən də ATV-nin səhər proqramlarında çox danışmışam. Yadımda. Və görürdüm ki, insanlar yəni ağına bozuna baxmadan, Bəli. necə ki deyirlər, filan yerin cəmaatı pis cəmaatdır. Onu sən deyə bilməzsən. Filan yerin sən gördüyün bəlkə pis şeydir, pis adamlardır. Sənin qarşına çıxır. Bəlkə də sən cəzb eləmirsən onu, amma sən ümumilikdə necə ki deyirlər, filan müştər pis olur, filan müştər aqressiv olur. Bu ümumiləşdirilmiş şeylər bəzən effekt vermir də. Bəzən deyirlər od ünsürü ilə od ünsürü tutar. O qədər boşanmışlar var ki, ikisi də od ünsürü ya su ünsürü. Bu baxımdan deyirəm ki, bu rəqəmlərdə də mən televiziyalarda son zamanlar görürəm. Ümumiləşdirib deyirlər. Bax, Türkiyədə elmə əsaslanan bir şey deyir. Məsələn, Venera əkizlər bürcünə daxil oldu. Orası düzdür. Onun artıq yorumu geopologiyadır, üzr istəyirəm. Yəni, başlayır oradan o tərəfə, bu da o deməkdir ki, amma onu elmə əsaslanmaq lazımdır. Sizdə mən onu fərdi söhbətlərdə görmüşəm. Ona görə deyirəm, bax, bu rəqəmlərin insan taleyinə təsiri varmı? Məsələn, mən burada oturmuşam stulda. Bura 13 yazıldı ya 7 yazıldı. Bunun mənə bir təsiri varmı? Məsələn, mən qəbul eləmirəm. Mənim ona münasibətim bəlkə vəziyyəti dəyişir. Amma rəqəmin öz-özlüyündə insana təsiri varmı? Rəqəm bizə, düzdür, Pifaqor deyirdi ki, dünya rəqəmlərin seyri üzərində qurulub. Yaxud da dedi, mən riyaziyyatı tam bilsəm, dünyanı tək başına idarə edərəm. Belə çoxlu sözlər deyir. Bəli. Bütün bugün bu mobil rəqəmsal deyirik ağzımızda. Rəqəmsal texnologiya ilə bugün biz yaşayırıq, onsuz artıq yaşamaq mümkün deyil. Yəni bütün bunlar insana nə kimi təsir edir? Rəqəmin özünün təsiri varmı, yoxsa o yuvarlaqlaşdırılmış sistemdən biz hərəkət eləsək nəyəsə çatar? Bax, insanları daha çox düşündürən odur. Fərqi nədir? Avtobusun 65-dir, yoxsa 165-dir? Bunda oradan təsir varmı? Məsələn, Vüsalə Əliyeva bizdə dedi ki, 19 nömrəli mənzil mənə şəhərin mərkəzində pulsuz da versələr, mən orada yaşamaram. Amma mən yaşayaram. Çünki bax, bu nə deməkdir? Bax, bu suallar. İndi o barədə danışaram. Çox gözəl sualdır, Səbahi müəllim. Deməli, biz numerologiyada hər şey individualdır. Özünüz bilirsiniz ki, yəni hətta astrologiyadan da fərqli olaraq, numerologiyada hər şey individualdır. Bu individual hardadır? Bizim doğum tariximizdə. Bizim doğum tariximiz, doğulmağımız, bir də ölüm tariximiz bu mütləq qədərdir. Bunu çox adam bilir ki, yəni ən mütləq qədərlər, düz deyirlər bəzən, yəni bu evlilik falan filan bu tarixlər də mütləq qədərdir. Ancaq mən düşünmürəm ki, o mütləq qədərdir, o bir seçimdir. Seçimdir, yəni, bəli. Seçimdir, bəli. Mən belə düşünürəm. Düzdür, başqa cürə deyənlər də var. Mütləq qədərdirsə bu, bizim o tariximizdə gizlidirsə, düzdür, uzun illər biz bunu anlamamışıq. Yəni anlamışıq. Amma o dərəcədə onun fərqinə varmamışıq ki, o bizə nə verir? O bizə nə göstərir? Onun içində nə var? Məsələn, 19 nömrəli evdə bu artıq bizim, məsəl üçün, ruhsal numerologiya adlanır da. Mənim bugünkü gündə yorumladığım numerologiya ruhsal numerologiya. Onu da deyim ki, numerologiyanın bir çox qolları var. Karmik, klassik, sonra rusların dediyi tale matritsası. Bu bir, yəni mən təqdim elədiyim ruhsal numerologiya. Burada, məsəl üçün, mən də yaşayaram. Əsas məsələ bilirsiniz nədir? O 19-a uyumlanmaq. Sən o 19-un haqqını verə bilirsənsə, yəni sən nə qədər zəif olmalısan ki, tutaq ki, mən belə düşünürəm, bəlkə də bir başqaları başqa cür yorumlayar ki, mən o 19-un məğzini biləndən sonra 19 mənə nə verə bilər? Əslində 19 çox güclü bir rəqəmdir. 19-un mənası bilirsiniz nədir? 19-un mənası onun ataları Allah dostları ilə durub oturmuş adamlardır. Əhl-i beytlərdən ola bilərlər. Aslında Azərbaycanın da numeroloji kodu 19-dur. Belə bir fikir də var. Mən oxumuşam onu.
Amma dəqiq bilmirəm. Yəni bu davam eləyin siz. Yəni Hə, o düzdür. Azərbaycanın mən özünün bir də həm tarixi ilə, həm çakraları ilə çıxartdım. Yəni özüm üçün. Yəni bunu heç harda deməmişəm. Azərbaycanın qəlb çakrası boşdur. Qəlbi zaten Azərbaycan qəlbindən yaralanmış, iki yerə parçalanmış. Əvvəldən mi yoxsa indi bu dəqiqə? Əvvəldən. Yəni bu gün mən onu çıxardıramsa, Azərbaycan elə yaranandan bu 4-cü çakra boşdur. 4-cü çakra boşdursa nə deməkdir? Qəlb çakrası. Qəlb çakrası nə deməkdir? Qəlbindən vurulmaq. Azərbaycan iki yerə bölündü. Azərbaycanın başına nə işlər gəlmədi ki, bugünkü günə qədər. İnanırsınız bu ölkənin adı ilə, ölkənin doğum tarixi ilə, yəni onun hansı yaranma tarixi ilə hər şeylər çox elə gözəl göstərir ki, adam yəni ona da baxırsan İndi yaranma tarixi, məsələn biz çağdaş Azərbaycana proqnoz verəndə İstiqlal bəyannaməsi dönəmini hesablayıb deyirik. Çünki Cümhuriyyət. O bir çox hallarda özünü doğrultmadı. 91-ci ildə müstəqillik elan olundu. O daha çoxdur uyğun gəlir. Bəlkə o daha dəqiqdir. Saatını çünki öyrənə bildik. Amma 18-ci il 28 may Tiflisdə falan onlar bəlkə də müəyyən səhvlər var. İndi ümumiyyətlə siz Azərbaycan bütöv götürəndə onun tarixini biz necə bilək, nə vaxt yaranıb? Çünki görün nə qədər qədimdə dövlətlər olub. Amma yəni bu qərbi boşdursa, Azərbaycan adının çakralarının düzümündə çıxır bu. Azərbaycan adını tarixdən danışmıram hələ. Mən də bir ara istəyirəm Midia olsun, qədim adına qayıtsın. Midia məncə daha yumşaq olar. O gələcəyin işidir, amma və o qəlb boşdursa və Azərbaycan adına məcburi qalırsa, dünya artıq qəbul edir. Biz o qəlbi necə dolduraq? Əlbəttə ki, doldurmaq mümkündür. Biz ona zaten karmasını verdik. Azərbaycan karmasını verdi, torpaqlarımızı da geri aldıq. Artıq bu yöndən Azərbaycanın önü açılıb. Yəni düzdür, biz çox uzun müddət, yəni bir 30 il keçdi. Amma bu karmanın ödənmə vaxtı da vardı. Bir insanın karması bir 5 ilə 6 ilə verib başa düşür. Onu hətta 2 günə o karmanı düzəldən insan var. Amma Azərbaycan bir ölkə olaraq, daha doğrusu qədim bir ölkə olaraq, özünüz bilirsiniz ki, yəni qədim Azərbaycanda da düzdür, çiçəklənən vaxtları da olub, ancaq həmişə qəlbindən vurulub. Döyüş meydanı olub əslində bura. Bəli. Müxtəlif imperiyaların döyüş meydanı Azərbaycan olub, zərər çəkəndə biz olmuşuq. Yağlı tikə uğrunda mübarizə. Bəli. Bu indi mən qayıdıram o 19 məsələsinə. Bax, qapı nömrələri, yəni numerologiyada əsas bu deyil ki, sən hansı evdə yaşayırsan, sən Kaşlyokova hansı rəqəmləri yazdın, qoydun, pul gələcək, nə bilim, qapının arxasına nəsə yazdın, orada tutaq ki, məndə 2-dir. Deyir ki, bəzən numerologlar, indi qulaq asırıq da, ged ora bir dənə 6 da yapışdır, olsun 8, sənə pul gələcək. Belə bir şey yoxdur. Və mən bunu həmişə deyirəm. Rəqəm pul gətirmir. Bəli, rəqəm pul gətirmir. Amma o rəqəmi sən bilirsən ki, məsələn, 2 rəqəminin yəni təsiri altındasan. 2 nə deməkdir? 2 sən deməyi bacaran bir şeydir. Yəni yedizdirər, içizdirər, bəsləyər, ana bilincidir. 2, yəni sən evə gələnləri, gedənləri gözəl qarşılarsan, insanlarla belə nəzakətlə, anlayışla davranarsansa, sən o 2-nin haqqını vermiş olursan. Yəni mən gedib ora indi bax buna dalına qulaq asın. 6 yazdım, yapışdırdım ora. 6 nədir? 6 ailədir, 6 eşqdir, sevgidir, ailədə olan problemlərdir. 6-nın da haqqını verməliyəm. Dalıca nə gəldi? 8. Bayaqdan 1 rəqəmi mən haqqını verməliydim. İndi 3 rəqəmi mən boynumun yükü oldu ki, mən 8-in də 8 nə deməkdir? Pul para kanalı yarat. Yəni bəlkə heç həmin adam heç işləmir və yaxud da ki, elə, yəni burada əslində bizim dünya görüşümüz də vacibdir. Onu bilən, onu da sizə deyim ki, yeni gələn nəsil daha bilinçlidir. Ruhu daha hər şeyi xatırlayır, çox şeyi. Amma yəni əvvəlki nəsildə bəli, karma deyəndə yəni çox belə vəsvəsiyə düşür, qorxuya düşür. Ay aman mən bu karmanı necə ödəyəcəm? Mən bunun öhdəsindən necə gələcəm? Və mən bunu analiz elədiyim insanlarda görürəm. Əlbəttə ki, bir çox aydınlanma veririk. Bizim işimiz nədir? Aydınlatma, fərqində oldurmaq, həmin adamı fərqindəlik yaratmaq və şəfalandırmaq. İnanırsınız, numerologiya nədir dediniz? 2 günə şəfalanma mümkündür. 2-cə günə.
Halbuki, yəni o da, yəni əlbəttə ki, analiz edirik. Çakraların düzümü orada hər çakra özünün hərf qarşılığı var. Həmin o hərflərin yoxluğu, varlığı, onda deyirlər çakra boşdur, çakra doldurum, nə bu odur. Hərf əgər yoxdursa orada, o çakrada həmin hərf yoxdursa, onun öz əhəmiyyəti, öz və çox təəssüf ki, təəssüf nəyə görə deyirəm, bu doğrudan da belə olur. O necə ki, numerologiyada nə yazılıb, mən təəssüf ona görə deyirəm ki, insanlar bax məsəl üçün orada boş çakranı onun karmasına düşməyə də bilər. Biraz daha bilinçli olub, daha öz-özünə fikirləşər ki, hə də karmadır da, karmanı nənələrin, babaların filan şey eləyiblər. Mən bunu bu yöndən gözəl bir iş görüm, savabını da nənə babama göndərim. Onunla mən karmanı bir dəfə, iki dəfə, üç dəfə ödəmiş olum. Amma düşürlər tamam başqa yollara. Çünki insanları da azdıranlar var. Onu da deyim ki, o Vüsalə xanımın dediyi kimi marketinq bu numeroloqları, istər astroloqlar deyəcəm, istər bir çox nə bilim koçlar, bilinçaltı terapistləri, psixoloqlar özləri. Yəni mən hamısından heç kimi əstəğfurullah yargılamaq fikrim yoxdur, amma yanlış yönəldənlər də çoxdur. Yox, üzr istəyirəm, insanlara bəzi həkimlər, insan onun qəbuluna pasiyent gələndə bundan nə qədər pul alacağını düşünürsə, o bugün o marketinqlər daha çoxdur. Amma bir də var, bunu şəfalandıracaq, onu da verəcək. Və sizin bütün dediklərinizdən belə anladım ki, nə olur olsun, numerologiya bizə nə deyir desin, bütün məsuliyyət hər bir fərdin, individual insanların özünün üzərindədir. Bax deyirsək, 8-in borcunu ödəməlisən. 8 var. Bir, nə bilim, bir bisutun dağı var, sənin əlində külünk veriblər. İnsan onu nə dərəcədə yarmaq imkanın var, o sənin özündən asılıdır. Bəzən deyirik, astroloqun əlində sehirli çubuq yoxdur. Kimsə gəlir, mən elə nazir olum, elə deyilən bir şey yoxdur heç bir sahədə. Və bu rəqəmlərin ödənməsi məsələsinə gəlmək istəyirəm. Bəzən kimsə gəlir həyəcandan, hardansa oxuyub, deyir, mənim bürcümdə tutaq ki, Uranla Plutonun mənə əks təsiri var, mən bu dəhşət olacaq. Məsələn, niyə Yupiterə yaxud Veneraya bax da, bu da onun qarşısını alır və sən öz üzərinə düşən nədir? Yəni, rəqəmlərdə də belə olur. Məsələn, borc ödəmək, yəqin ki, tamaşaçılar sual verə bilər. Məsələn, 6-nın borcunu ödəmək nə deməkdir? 6, bayaq dediniz, ailədir. Bəli. Və bunu o hər adam bilə bilərmi? Təbii ki, siz indi bundan sonra əminəm ki, çox insana kömək edəcəksiniz, amma biraz o indi belə nəzəri bilgilərdən heç olmasa deyə bilərsiniz. Əlbəttə, Səbahi müəllim, bu bax məsəl üçün, numeroloqlar var ki, analiz edir, sadəcə bir list göndərir, informasiya 6 nədir, 2 nədir, səndə bu var, o var, göndərir. Yəni bunu göndərir. Bu şəfalanma deyil. Bu sadəcə informasiyadır. Yəni oradan deyir ki, bu var, bu var. Yəni məsələni açır sadəcə. Hə, sadəcə deyir ki, bu var da səndə. O yazıq adam nə bilsin ki, bax bu var, tutaq ki, mən burdan nə edim? Bu o yoxdur, bu yoxdur. Amma əsl numerologiya hansı ki şəfalandırır, o sizə bir şeyləri aydınlandırır. Yəni aydınlanma biz zaten hər şeyi beynimizlə bir şey anlayanda biz bilirik ki, hə burada nə var, nə yox. Anladır. Sən fərqindəlik yaşayırsan, fərqindəlik yaşayandan sonra da sənə səbəbin deyir. Məsəl üçün, mən deyirəm səbəbini, bax bunun səbəbi nə ola bilər? Bax səndə ikinci çakra niyə boş ola bilər? Nədən boşdur? Bax sən nə edirsən ki, nə etmisən ki bugünkü günə qədər bu ikinci çakra səndə boş gəlib. Yəni nə edə bilərsən, ondan sonra keçirik, nə edə bilərsən, onun tövsiyələrini verirəm. Və o adamın əlini buraxmıram. Yəni biz, mənim yeganə fərqim bəlkə də odur ki, yeganə olmasın, yəni mən o insanları elə analiz etdim, sağ ol, xoş gəldin. Tapşırıq verib dayanmırsınız. Hə, dayanmıram əlbəttə ki, onun 2 gündən sonra deyirəm, bir də qulaq as, sualın varsa geri dönüş elə. 2 gündən sonra dönüş edən olur. 3 gündən sonra, 7 gündən sonra olur. Sonra deyir ki, oy Kəmalə xanım, mən burada filan şey tapdım, onu tapdım, bunu tapdım. Tövsiyələrini də deyirəm ki, ikinci dəfə qulaq asanda yazın, not alın ki, mən nə etməliyəm ki, mənim işlərim düzəlsin. Yəni, istər pul cəhətdən, istər sevgi cəhətdən, istər ailə cəhətdən, orada biz bir cəhətdən yanaşmırıq məsələyə.
dörd bir o deyilərik, dörd bir tərəfdən. Dörd bir tərəfdən elə bil ki, blokadaya alırıq həmən o rəqəmləri, həmən o çakraları. Çakraları da biz hardan bilirik? Adımız bizim ləyaqətimizdir. Soyadımız da nənə babalardan gələn, 7-70-dən gələn ləyaqətdir. Bunlar bizim gözümüzün qarşısında, biz o çakraların düzümünü çıxardanda inanın ki, 6 ilə 2 boş çıxırsa, qadın ya boşanıb, ya boşanmaq ərəfəsindədir, ya da deyir ki, mən illaha boşanacağam. Yəni o dərəcədə çəkmiş olur. Ruhunu ayırıb artıq ailədən. Bilirsiniz, mən belə deyərdim ki, o yazıq qadın çəkmiş olur artıq əks cinsdən, ya atadan, ya qardaşdan, ya da ən çoxu da ərdən, sevgilidən, yoldaşından, bax belə bir şey. Bəzən görürsən ki, deyir, atamdan da çəkmişəm, yəni yoldaşımdan da çəkirəm, mən artıq dözə bilmirəm, boğuluram. Amma bəzən onu insan özü də yaradır. Qurbanlıq enerjisi olur, yola gedən olur. Bu öz şəxsiyyətini qorumaq üçün dirəniş göstərir. Əziz izləyicilər, siz də baxın, suallarınız varsa buyurub yaza bilərsiniz. Növbəti verilişlərdə Kəmalə xanımla sizin sualları cavablandırarıq. Hər halda biz deyir, insan nə qədər çox danışırsa, bir o qədər özünü bir üzə verir. Hər halda Kəmalə xanım da özünü bir üzə verir. Düşünürəm ki, sizi qane eləyir və əgər diqqətinizi çəkərsə, təbii ki, əlaqə saxlaya bilərsiniz. Kəmalə xanım, bax, astrologiyada bir zaman kəsimləri var, zaman ritmləri var. Məsələn, bir adam bir ildə iş axtarır, tapa bilmir. Tapa bilmir, deyirsən ki, Yupiter sənə daxil olacaq, ta ki, Saturn çıxacaq, ta ki, 4 aydan sonra. Onda görəcəksən, hər şey oldu. Təbii ki, özü də hazırlıqlı olur. Doğrudan da həmin vaxt gəlir, gedir. Bəs numerologiyada sizin dediyinizdən belə anlayıram ki, o zamanı sən özün tezləşdirə bilirsən. Əlbəttə. Məsələn, 6-nın bayaq dediyi, ya 2-nin, ya 8-in o borcunu, haqqını nə qədər tez ödəsən, əlbəttə, 4 aya da ödəyə bilərsən, 2 günə də bayaq dediniz, ödəyə bilərsən. Amma biraz buna da istəyərdim aydınlıq gətirək. Bax, indi burada danışdıqca danışmaq olar Səbahi müəllim. Və öncə onu deyim ki, o sözün bayaq yarımçıq qaldı. Buyurun. Məsəl üçün, o 6 ilə 2-dən olan boşanan qadın əslində boşanma ərəfəsindədirsə, mən bir çoxlarını saxlamışam o prosesi. Demişəm, boşanma. Nəyə görə? Çünki söz verib gəlmisən. Biz Kaylu Bəlada, yəni Allah o təkamülə gələndə, ruh təkamülə bilirsiniz ki, təkamül dərdi səri təkamüldür. Söz verib gəlir. Nələrə söz veribsə, oradan da bizə imtahan verilir. Biz nəyə, məsəl üçün, 6 ilə 2-in çakran boşluğu o deməkdir ki, bu adam deyib ki, gedəcəm, çox gözəl bir ailə olacam. Ailəmdə hər şey gözəl olacaq. Uşaqlarım, yoldaşım, bütün evdə münasibətlər belə bir çox gözəl bir olacaq. Xəyalda qurur, amma praktikada bacarmır. Orada söz verib gəlib. Ruh zaten bunu istəyir ki, elə bunu eləsin. Bu adam, o kimin ki gəlib bədənindədir, onu eləsin. İnsan olaraq biz, insan onsuz da unudan deməkdir. İnsan olaraq unuduruq. Bilmirik nə var, nə yox. Yəni, və mən aydınladanda, deyəndə ki, sən buna söz verib gəlmişsən. Dayan, bir bax, gör, ölç, biç. İnanırsınız, mən o analiz edəndən sonra aylarla təqib etdiyim xanımlar olub ki, yəni əvvəl-axır gəlib o adam boşanmayıb. Yəni yenidən ailə olub, hətta ayrılıb, anasının evinə gəlib. Təzədən deyib ki, yox, mütləq ayrılacağam. Yəni sonra bir yandan da mən onu da deyim ki, ruhsal numerologiya yorumlaması bizim onun əsasında dini əsaslar durur, bir də evrensel yasalar. Yəni mən əgər bir şey ümumiyyətlə dindən və elmdən təsdiqlənirsə, o mənim üçün okeydir. Yəni o mənlikdir artıq. Mən onu çox belə rahatlıqla insanlara tövsiyə edə bilirəm. O bir sualımıza keçək. Hə, yəni zamanı tezləşdirə bilərmi insan? İnsan zamanı tezləşdirə bilər. Bax, nəyə görə mən indi xətrinizə dəyməsin, numerologiya astrologiyadan bir addım öndədir. Bir addım öndədir. Çünki yəni mən nəyə görə deyirəm? Çünki astrologiya düzdür. Astrologiyanı qıraqdan baxan çox adam elə bilir ki, hə bu orada planetlər yerin dəyişdi, nə elədi? Amma o qədər dəqiq bir elmdir ki, o qədər dəqiq bir, amma necə deyirlər, sərrafın əlində. Yəni o yüzden dedim. Çünki numerologiya, bəli, numerologiya bir addım irəlidedir. Niyə görə? Numerologiya, məsəl üçün,
Burada indi psixoloqlar da deyəcəm. Məsəl üçün gedirlər yanına bilinçaltını oxumaq üçün 4-5 seans keçir. Dərin qazma eləyir. Hətta bilinçaltı terapistlər də. Amma numerologiya 10 dəqiqənin içərisində sizin doğum tarixinizlə və ad soyadınızla əlbəttə ki, dəqiq olmalıdır. Mən sizin bütün bilinçaltı qorxularınızı qoyuram ortalığa. Bilinçaltı qorxular varsa, əlimizdə bütün bunlar, heç bunu təsbit eləməyə lazım deyil. Çünki bu artıq... Zaten özü təsdiqləyəcək doğru. Hə, ay sağ ol. O, yəni görürsən ki, hər analiz eləyəndə türklər buna şaşmaz deyir. Yəni ki, bu qədərmi? İnsan, mən inanırsınız, analizdən qabaqda Allaha şükür eləyirəm. Bitirəndən sonra da Allaha şükür eləyirəm ki, yəni bu dərəcədə Allahın bizə verdiyi ipucu var. Yəni Allah deyir ki, vermişəm də bunu. Öyrən, yəni özünü çətin vəziyyətdən çıxart. O, bəli, adam var ki, bugünkü gündə əlbəttə ki, mənim rəhbərliyim altında öyrədirəm. Deyirəm ki, bax sən də tutaq ki, bu çakra boşdur. Bunu yerinə qoymaq üçün sənə nə lazımdır? Nələr eləməlisən? Elə adam var ki, ona deyirəm ki, Quranın tərcüməsini oxuyacaqsan. Məsəl üçün deyəcəksən ki, niyyət eləyəcəksən Allaha, çünki bu orada çıxır. Yəni bunu eləmək zorundadır. Çünki nənə babaları ateist olub. Dinləri inkar eləyiblər. Deyirəm ki, otur qəşəngcə, amma özü indi inanclıdır, yəni dua oxuyur falan filan. Deyirəm ki, birinci növbədə buna başla. Amma oxuyan anda, anında savabı nənə babalara gedəcək. Niyə? Onlar orada bərzəx aləmində gözləyirlər, çünki onların əməl dəftəri bağlanıb. Əməl dəftəri bağlansa heç nə eləyə bilmir. Deyir ki, bir nəvə nəticədən kimsə bir savab göndərsəydi, o zaman o bir addım orada qabağa gedirsə, bəzisi deyir ki, Kəmalə xanım, elə mən ona göndərdim, elə özümə götürərəm də. Deyirəm, ay balam, sən ondan bir 10 addım, 15 addım ondan qabağa gedirsən. Çünki nəfsin kökün soyu da enerjisi var. Tam doğru deyirsən. Mən bir neçə dəfə çıxışımda demişəm. Bir dostum var, deyir, nənəmiz, babamız o qədər günah edib ki, bu qədər çalışırıq, yaxşı da qazanırıq, amma ortalıqda bir şey yoxdur, sanki onlara gedir. Amma bəzən görürsən, kimsə lotereya alır, cəmi bir dənə alır, 3 maşını var, bir dənə də maşın düşür. Mən bunu araşdırdım, həmişə onun təsdiqini tapmağa çalışdım. Heç də hər şey astrologiya, numerologiya ilə, nə bilim, başqa şeylərlə aydınlaşmır. Araşdırıb görən bunun babası, tutaq ki, bir kənddə bir 20-30 adamı oxumağa göndərib. Uşaqlara sünnət eləyib, bütün kəndin uşaqlarına, neçə təzə evlənənlərə ev tikib verib. Bu o qədər savab qazanır. O axirətdə cavab verməyin öz yerində. Amma görsən bu özü, bunun nəsli, bu uşaq, gənc ya indiki kişi bu qədər axmaq işlər görür, dələduzluq eləyir, amma hara gedir pul gəlir. O dediyiniz kimi də onun necə ki enerjisi gəlib buna çatır, o pul enerjisi, şöhrət enerjisi o tərsinə də olur da təbii ki. Bəzən deyirlər, atalar deyir, babada olan nəvədə görünər. Bəzi deyir, mənim babamdan mənə nə? Deyir, bir ağacın kötüyündə sən bir budaq necə deyə bilər gövdədən mənə nə? Mümkün deyil. İnsanlara hələ birinci onu aydınlaşdırmaq lazımdır. Çox önəmlidir. Hə, bir də insanlar var ki, tutaq ki 40 yaşında sizə müraciət edir ya 50 yaşında oturuşmuş qəddar inadkar bir enerjisi var. Bəli. İzah eləyirsən, ani məqamda sənin aurana düşür, deyir, doğrudan elədir. Amma sanki oradan aralanan kimi, niyə belə olmalıdır? Biz bir dəfə cümə namazındaydıq, orada qadının ilahiliyindən, əziyyətlərindən danışırdı. Orada kişilərin çoxu dedi ki, hələ namaz başlamır da, xütbə deyir, doğrudan deyir, sər-sər çay biraz gec gətirdi, bir şillə vurub çıxmışam, gedib gərək bağışlayam. Üzr istəyəm. Orada Axund deyirdi ki, bir dəstə gül aparın, bir ətir aparın, könlünü alın, sizin uşaqları. Deməli, orada hamısı, çoxsu deyir, doğrudan deyir, mən də nə bilim, biraz dünən çıxırmışam üstünə, gərək bugün gedən bir hədiyyə alan filan. Məsciddən çıxanda biz çoxu, orada bir 200-300 adam oldu. Əksəriyyət dedi, xeyr oluyor, kişiyəm, çayı tez gətirərdi, mən də vurmazdım. Ona görə birdən dinlədikləri də şeytan məscidə girmir. Yəni özün olursan, çıxanda sənə qoşulur, əgər onu çağırırsansa, yəni ona meyillisənsə. O 200-300 nəfərdən yalnız biri, ikisi görsən ki, o oturuşmuş olur. Ona görə belə mənəvi şeylərin təbliğatı həmişə deyirəm, çətin olur. Elə ona gətirirəm ki, bax, insan necə bu şeylərdən
siz onu necə ram edə bilirsiniz? İnadkar, yox, mən nə olur olsun, məsələn, boşanmalıyam deyir, amma siz görürsünüz ki, boşanmasa daha yaxşı olar. Bunu necə ələ alırsınız? O boşanmaq mən deyirəm ki, lap da boğulursansa, tamam lap axırıncı nöqtədirsə, o zaman mən sənə məsləhət görə bilmərəm. O sənin seçimindir. Yəni çünki biz belə məsləhətlər görərək karmaya girmiş ola bilirik. Bir də ki, yəni sən o əgər qərara gəlirsə ki, hə, amma mümkün dərəcədə onu fikrindən daşındırmağa çalışıb söz verib gəlmisən. O adam əgər Allah inanclı... Onu anlayır mı söz verib gəlmisən deyəndə? Anlayan. Bəs mən analiz etməmişdən qabaq 3 səs göndərirəm ki, orada sistemin quruluşunu başa salıram. Sistemin bizim bu dünyaya gəlişimiz, ruh necə gəlir, ruhun təkamülü, ruh nəyə söz verir gəlir. Hər ruh bir şeyə söz verir gəlir. Yəni o ona yetir ki, onu anlasın. Deyirəm, soruşuram, anladın sistemin quruluşunu, içində yaşadığımız sistem bizdən nə istəyir, gəldiyimiz yuxarıdan? Deyir ki, hə, anladım. Ondan sonra başlayıram analizə. Analizi artıq mən edəndə, bəli, o suallar verir. Amma bitirəndən sonra artıq mən ona başa saldığım şeyi ikinci dəfə soruşursa, əlbəttə ki, soruşa bilər. Çünki təzə vaxtı analiz olanda informasiya çox olur. İnformasiya çox olur. Hardasa, yəni mən deyə bilmərəm ki, mən yarım saat analiz eləyirəm. Çünki bu əslində rəqəmsal psixologiyadır. Mən ona hər şeyi başa salıram. Mən ona hər şeyi, siz demişkən, mən onu sübut təsdiqlədirəm ki, bax sən busan, bunu etməlisən. Halbuki mən ona əslində etməli deyiləm, amma bunu yəni edirəm ki, ona da vaxt çox gedir. Onu o başa düşür. Bax, nəyə görə deyirlər ki, mən bu eğitimi indi deyəcəm ki, türklərdən almışam. Düzdür, əvvəldən də bilgilərim vardı, siz dediyiniz kimi. Orada deyəndə ki, anında aydınlanma gedir. Mən inanmırdım ona o dərəcədə. Anında aydınlanma olası, özüm də biraz skeptik, yəni hər şeyini maraqlandıran, araşdıran, axırına, dibinə, kökünə gedən. Sonra gördüm ki, analizlərdə o əgər sən o insanı başa salmağa... Hamısında olmasa da bir çoxunda olur. Bəli, başa saldığından asılıdır ki, o adam şəfalansın. Mən məsəl üçün 2-3 gün bundan qabaq, məsələn, mənim WhatsApp qrupum var, orada qızlar, yəni xanımlar təsdiq eləyə bilərlər, bura yorum da yazarlar ki, 2 günə bütün ağrıları keçən adam oldu. Halbuki çox asan bir şeylə, halbuki bir cümlə ilə, halbuki məsəl üçün deyir ki, dinin içindəyəm. Gecə-gündüz dua eləyirəm. Bəs mən niyə sağalmıram? Niyə? Bax, məndə boyun, baş, göz ağrıları var. Adın qoyurlar bədnəzər. O bədnəzər, onların da hamısının rəqəmləri var. O rəqəm orada çıxanda mən bilirəm ki, bu adamın başı ağrıyır artıq, bunun gözü ağrıyır, çiyni ağrıyır. Ya soruşuram, deyir ki, nə danışırsınız? Ölürəm, mən çölə çıxa bilmirəm. Adam çox olan yerə getdi, enerjini verdi. Çünki 9 elə bir rəqəmdir ki, indi inşallah gələcək verilişlərimizdə bütün rəqəmlərin anlamını, sonra oradan nə ola bilər, nə ola bilməz, onları deyərik. Sonra nə deyirdim? Yox, o 2 günə deyirsiniz aydınlatma olur. 2 günə aydınlanma yox, hətta şəfalanma. Aydınlanma anında baş verir. Onsuz da o aydınlanan, anında aydınlanan. Aydınlanmayan o, siz dediyiniz kimi ki, o sürə məsələsi var da. Məsələn, el adam var ki, məsələn, 10 ildir işini, öz istədiyi işə girə bilməyib və onu 2 ayda, məsələn, mənim tövsiyələrimlə, özünün də çalışmağı ilə, hətta anasını da qatdım o çalışmalara. Yəni, tək analiz eləmirik də, mən bəzi çalışmalar da verirəm. 2 aya həmin adam, deməli, 10 il, deməli, istədiyi işə, 10 il sərasər bu adam o işə girə bilməyibdir. Həmən o işinə girdi və o qədər mənə də dua elədi, sonra deyirəm ki, Allah, bax, deyir də, sistem, nəyə görə deyirəm ki, sistemi bilmək lazımdır. Sistem bizdən bir şey istəyir, 2 şey istəyir, ən əsas. Hər şey hərəkətdədir, hərəkət elə, hər şey dəngədədir, dəngə tut. Dəngəni də bizdə Azərbaycanda onu da deyim ki, sizə ikinci çakrası boş adam, ürəyiniz istəyən qədər dəngə tuta bilməyən. Harada? Alma vermədə. Düzdür, yeni nəsil, yeni doğulanlar alma verməni çox gözəl bilir, birinci özlərini sevirlər. Deyirlər ki, mən deyirlər. O da ona fikir vermək lazımdır ki, həddindən artıq çox olmasın. Yəni, sevgi almağı bacardığı kimi verməyi də bacarsın. Amma biz nəsil, yəni bizdən sonra hətta 90'lar alma vermə dəngəsini saxlaya bilmirlər.
Kemal xanım, sizin kimi adamlarla birisiyle söhbət eləmək istəyirəm. Bizdə son, mənim hesablamama görə son 220 ildə bu millətin beyninə belə bir bizə yad olan əslində bir xarakter yeridiblər. Bəyənməmə. Tutaq ki, siz ilk dəfə çıxırsınız, gözəl də danışırsınız. Mən bir peşəkar olaraq, təcrübədən keçərək, sərt tənqidə meyilli adam ki, mən qane eləyir, rahatlanıram, siz söhbət edirsiniz. Amma görürük sizi bəlkə 2 dəqiqə dinləmir, altına bu kimdir, evdə gündə biri çıxır. Niyə insanlar belə deyir? Bax, bunun istəyirəm sizin kimi insanlarla biraz o akultik, nə qədər olmasa akultik elmdir bu. Hamıya kütləvi şəkildə nə astrologiyanı, nə numerologiyanı, nə parapsixologiyanı açmaq olmaz. Çünki çaşdırırlar adamı, hətta ifrat dərəcədə dəli eləmək həddinə çatdırdıqları da olur. Mən bu adamların içindəyəm. Nə bilim, biri bir şey olur, nə olsun? Biri bir pul yığıb, əziyyədən bir maşın, nə olsun? Maşındır da, nə bilim, bir ev alıb, nə olsun? Hər yer bir şey, biri gedir, tutaq ki, gedir Amerikada, nə bilim, Cambridge-də oxuyur, Harvard-da oxuyur, deyir ki, nə olsun, getdi də. Nə olsunu həmişə soruyorum, niyə elə deyirsən, cavab vermirlər. O da adamı lap əsəbləşdirir də, tutaq ki, adi adamlardan gedir söhbət. Bax, ona görə istəyirəm sizin kimi adamlarla bu insanda o bilinçaltı deyirsiniz, o şuuraltı. Oturuşmuş. Onu genə işləyib, qorxduğum odur. Genə artıq o işləyib. Bunu biz öhdəsindən gələ bilərikmi kütləvi şəkildə? Əlbəttə ki, onun da rəqəmləri var. Mən rəqəmi görəndə artıq bilirəm, bu adamı dəyişmək çətin olacaq. Yəni fərd-fərd dəyişməliyik belə. Bəli. Aparıcıları. Yəni aydınlandıqca, məsəl üçün mən aydınlatdığım tutaq ki, qrupumda 150 nəfər xanım var da, analiz etdiyim və etmədiyim. Maşallah. Onlar məsəl üçün başa düşür. Gündə bir şey mənə atırlar ki, Kəmal xanım, buna necə fikir bildirin də, zəhmət olmasa. O qədər aydınlanırlar ki, o qədər aydın. İnanırsınız, mən özüm sevinirəm ki, nə yaxşı belə. Başqa Facebookda da qrupumuz var. Yəni orada da aydınlanma odur ki, onsuz da bilirik ki, mən Quranda nə yazır? Ağıl etmədinizmi? Düşünməzmisiniz? Yəni bunu anlamaz mısınız? Yəni biz düz deyib, bax, qəlb və beyin deyirik, amma ən çox birinci yerdə doğrudan da beyin gedir. Niyə? Biz, bax, məsəl üçün, belə kobud da çıxsa deyəcəm, bir ağlı yerində olmayan bir adamı qoy, bir də ağlı yerində olan adamı qoy. Mən kimi daha tez aydınladacam? Ağlı yerində olanı. Ona görə həmişə xanımlara da deyirəm, ağlınıza şükür eləyin. Allahın verdiyi o ağıl var ha, ona şükür elə. Ən birinci yerdə o gedir. Ağıl varsa və ağıl eləməyə bu adam bacarırsa, inanın ki, insan hər şeyə qadirdir. Hələ bir xanım olarsa, bir qadın, özünüz bilirsiniz ki, qadının enerjisi nə deməkdir? Yəni o əgər pozitivdə olarsa, əlbəttə ki, numerologiyada da bax, bir rəqəm tutaq ki, 8 rəqəmi, onun pozitivi də var, negativi də var. Baxırsan ki, belə bir mif yayılıb ki, ay aman 8 rəqəmi puldur, paradır. Hələ hamı kim kimi gör, sənin pullar, 3 dənə 8 var orada nə bilim nə var falan filan. Bütün bunlardan başqa mən həmişə deyirəm, 8 adamı rəzil də eləyər, vəzir də eləyər. Niyə? Tamamilə doğrudur. Mən üzr istəyirəm, qəzetimizin son dövrlərində mən şəxsiyyət vəsiqəmi dəyişdim. Son 288 idi, sonra 83-88 təxminən belə bitirdi. Vəssalam, pul gələcək. Əksinə qəzetdə dayandı, bir ara yerdə işləyim, o da çıxdı ki, onun ona təsiri var. Biraz mən də onu elə qəbul eləmirəm. Onu siz demiş işlətmək lazım. Əgər bir insanın 8-dən karması varsa, baxırıq ora görə, ona 8 rəqəminə çox ehtiyatla yanaşmalıdır. Bu təhlükədir başdan ayağa. Və yaxud ayın 8-i doğulubsa, pulla ehtiyatlı olmalıdır. Yaşam yolu 8-dirsə, pulla çox ehtiyatlı olmalıdır. Və çakralar düzümündən 8-ci çakra boşdursa və karma da orada varsa, onun hamısını bu üst-üstə düşür və o insan bir də ki, bir şey də deyim ki, biz 36 yaşlı, bizim numerologiyada biz 9 illik döngülərlə işləyirik. 9 illik həm döngü 09, 918, həm də o deməli o 9 illik döngülər gəlir hara çıxır? Məsəl üçün 36 yaşa qədər yumşaq dönəm deyirik. 36 yaşa qədər, hətta 36 olmur, çox adamda 34 olur. Çünki niyə? O 9 illik döngüləri 2 il qabağa hesablayırıq biz. Məsəl üçün, o illərdə də olur bu şeylər, illərin enerjisində. O adam gəlir, deyir ki, Kəmal xanım, mən bu vaxta qədər qadın xeyladı, çox gözəl pul qazanırdım, 36 yaş, uca 38 yaşı var. 2 ildir ki, karma şaqqa-şaraq işləyir
Bu da bax deyir ki Kəmalə xanım, bioenerjistə olmuşam, kosmik energiya nə bilim nəsə olmuşam, ay nə bilim nə təmizlətmişəm, nə etmişəm, dükanı var, mağazanı belə eləmişəm, amma heç bir səbəbi yoxdur. Baxıram ki, deyirəm ki, bax 2 ildir artıq, deyir hə düzdür 2 ildir. 2 ildir artıq sən karman başlayıb işləməyə. Karma bilirsən nədir? Sənə deyir ki, bax bunu heç o 8 ilə də əlaqəli deyil daha. Onun karması tamam başqa bir şeydir. Deyir ki, bunu yerinə qoy. Bu yöndən bir gözəl işlər gör. Sən onu görməyə başla, sənin önün açılacaq, mağazanda işləyəcək, ondan sonra pulun paran da gələcək. Deyir, doğrudan bu belə, yəni sonra mənə o həmən yazılan mesajlar, səslər, yəni durur da. Deyir ki, mən indiyə qədər keçmədiyim prosedurlar olmamışdı, amma mən numerologiyanın belə bir şey olduğunu bilmirdim. Deyirəm, niyə? Deyir ki, çünki mən 6 il bundan qabaq numeroloqa getmişdim, mənə maşın nömrəsi verdi. Bir də nə nömrəsi verdi ki, sən bunlardan istifadə elə. Yəqin ki, pul kodu verib də, müvəffəqiyyət kodu. Bundan başqa mənə heç nə demədi. Yəni bu şeylər karmadır, yəni o hansı karmalarımız var, harda missiyamız var, missiyamız nədir? Hələ bizim ruhsal numerologiyada 4-cü bir hesablama var ki, o nöqtə atışı sizə çox qısa, yəni deyir ki, sən nə etmək zorundasan və hədiyyən nədir? Çox maraqlı bir Bunların şey. hamısını danışarıq. Çünki mən əsas o çakra numerologiyası, karma numerologiyası gələn söhbətlərdə hamısını indidən xərcləməyək. Ürək doludur, bilirəm. Çünki çakra ilə biz pin kodu, yəni o bizim 9 rəqəmini ikisini bir yerdə hesablayırıq. Onu ayrıca istəyirəm danışaq. O çox geniş mövzudur. Əlbəttə Geniş mövzudur. İcazə versiniz, vaxtımız bitdi, yekunlaşdıraq. Çox məmnun oldum. Mən düşünürəm ki, həm sizin təqdimat öz sayənizdə yaxşı oldu, həm də maarifləndirici, bilgiləndirici bir veriliş oldu və düşünürəm ki, davamlı da olar. Elə auranızdan da o xoş enerjini hiss eləmək olur. Təşəkkür edirəm, minnətdaram. Mən sizə təşəkkür edirəm, həddindən artıq. Sizin o aura məsələsi o doğrudan da düzdür. Çünki bu bizim enerji alanımızdır və o deyir hər şeyin təzəsi dostun köhnəsi. Necə deyərlər, yəni həmişə sizin yeriniz bir Azərbaycanın ən məşhur astroloqu kimi bizim başımızın üstündədir. Çox sağ olun. Belə dəyərli dostlar, bax yeni bir təqdimatımızda Kəmalə Mürsəlovanı da tanıdınız. Pedaqoqdur, yəni ziyalımızdır, çox oxuyan, mütaliə eləyəndir, bütün sahələrdən bilgisi var, nəzəri bilgisi və öz sahəsinin də praktiki bilgisidir. Çox şeylər var. Mən çox danışmıram. Danışsam deyə elə bilərsiniz reklam edirəm. Amma əslində adamı tanıyıram. Girişdə bir balaca dedim, bir balaca. Zaman-zaman özünüz görəcəksiniz. Mənim məqsədim odur ki, insan deyir, danışdıqca öz bilgilərini, öz mərifətini, öz qabiliyyətini, öz insanlığını göstərir. Düşünürəm ki, bugün o imtahandan Kəmalə xanım yaxşı çıxdı. Siz də bizi izləyin, suallarınız olarsa yazın, abunə olmağı, paylaşmağı, rəy yazmağı, sual yazmağı da unutmayın. Hələlik.